Çərpələn uçuran 7-ci fəsil. Ertəsi gün Həsən səhər yeməyi üçün çay dəmləyəndə mənə bir yuxu gördüyünü danışdı. Biz Qarğa gölündə idik. Sən, mən, atam, ağa sahib, Rəhim xan, minlərlə adam da vardı. Hava isti və günəşli idi. Gölün üzü də güzgü kimi təmiz idi. Amma heç kim ürək eləyib gölə girmirdi. Çünki demişdilər ki, göldə əjdaha var. Güya əjdaha gölün dibində gizlənib qurbanını gözləyirmiş. O mənim üçün fincana çay süzüb, şəkər əlavə elədi. Qaynar çaya bir neçə dəfə üfürüb qarşıma qoydu və sözünə davam elədi. Heç kim qorxudan gölə yaxınlaşmağa cəsarət etmir və birdən-birə sən ayaqqabılarını çıxarırsan. Əmir ağa, sonra sən köynəyini çıxarıb deyirsən ki, orada əjdaha yoxdur. İndi hamınıza göstərəcəm. Adamlar səni dayandırmağa çalışırlar, amma onlara məhəl qoymayıb suya dalırsan. Üzüb sahildən uzaqlaşırsan. Mən də sənin dalınca suya girirəm və biz ikimiz birgə üzürük. Sən üzə bilmirsən axı. Cavabım Həsəni güldürdü. Yuxudur da, Əmir ağa. Yuxuda adam hər şeyi bacarır. Neysə, hamı qışqırır, çıx oradan, çıx çölə. Amma biz üzü-üzə gedib gölün ortasına çatanda dayanırıq. Sahilə tərəf dönüb orada dayanan adamlara əl edirik. Onlar qarışqa kimi balaca görünürlər, amma alqışlarını eşidə bilirik. İndi onlar da gördülər ki, heç bir əjdaha yoxdur, sadəcə su var. Bundan sonra onlar gölün adını dəyişib, Qabilin sultanları Əmir və Həsənin gölü qoyurlar. Bundan sonra göldə çimmək istəyən bizə xərac ödəməli olur. İndi bu nə deməkdir ki? Çörəyimi cem çəkib boşqaba qoyandan sonra cavab verdi. Bilmirəm. Mən ümid edirdim ki, sən mənə deyəcəksən. Axmaq yuxudur. Orada heç nə baş vermir. Atam deyir ki, yuxunun həmişə bir mənası olur. Çayımdan bir-iki qurtum alıb üzümü ona çevirdim. O zaman get ondan soruş da. Atam belə ağıllıdırsa. Belə kobud danışmaq istəmirdim. Gecəni yatmamışdım. Boynum və kürəyim dartılmış yay kimi idi. Gözüm açışırdı. Amma yenə də Həsəni acılamışdım. Az qala üzr istəyəcəkdim, amma fikrimdən daşındım. Həsən əsəbi olduğumu başa düşmüşdü. O məni həmişə başa düşürdü. Yuxarıda hamamdan gələn səslər babanın qalxdığını, əl üzünü yuduğunu xəbər verirdi. Yağan qardan küçələr par-par parıldayırdı. Göy üzü ləkəsiz masmavi idi. Qar damlaları yorğan kimi örtmüşdü. Küçəmizdə sıra ilə düzülmüş tut ağaclarının budaqları üzərinə düşən ağırlıqdan çökmüşdülər. Gecə boyu yağan qar hər dəliyə, hər arxa girmişdi. Həsənlə mən bəzəkli dəmir darvazadan ayağımı çölə basanda qar gözümü qamaşdırdı. Əli arxamızca qapını bağladı. Dodaq altı dua etdiyini eşitdim. Oğlu evdən çıxanda əli onu həmişə dua ilə yola salardı. Küçəmizdə heç vaxt belə qələbəlik görməmişdim. Uşaqlar qartopu, qaçsı qovda oynayır, dalaşır, gülüşürdülər. Çərpələn uçuranlar ev tutan köməkçiləri ilə birgə son hazırlıqlarını edirdilər. Yaxın küçələrdən də gülüş və söhbət səsi eşidilirdi. Artıq evlərin damı tamaşaçılarla dolmuşdu. Plasmas kreslolarda yayxanmış adamlar yarışın başlanmasını gözləyir, termoslarda isti çay buxarlanır, maqnitofonlarda Əhməd Zahirin musiqisi uğuldayırdı. Sonsuz populyarlıq qazanmış Əhməd Zahir ənənəvi tabla və qarmonla yanaşı elektrogitar, zərb və nəfəs alətləri istifadə etməklə əfqan musiqisində inqilab etmiş. Bununla da musiqinin saflığını qoruyub saxlamaq tərəfdarı olanların qəzəbinə səbəb olmuşdu. Səhnədə və ya məclislərdə olanda o yaşlı müğənnilərin ciddi və qaşqabaqlı nəzərlərindən qaçmağa çalışar və mahnı oxuyanda gülümsərdi. Bəzən bu təbəssümlərin ünvanı hətta qadınlar olurdu. Mən bizim evin damına baxdım. Baba ilə Rəhim xan ikisi də yun sviter giymiş, skamyada oturub çay içirdilər. Baba əl yellədi, amma bu işarənin ünvanını kim? Həsən, yoxsa mən olduğunu kəstirə bilmədim. Başlamalıyıq, deyə Həsən işarə verdi. Əynində qara rezin dar çəkmələri, qalan sviterin üstündən geydiyi açıq yaşıl çapan və rəngi solmuş velvet şalvar vardı. Günəşin şüaları Həsənin üzünü əməlli başlı işıqlandırmışdı və mən onun dodağının üstündəki çapığın artıq demək olar ki, görünməz olduğunun fərqinə vardım.
Birdən-bir ağlıma yarışdan geri çəkilmək gəldi. Şələküləmi yığışdırıb evə getmək. Mən niyə belə eləyirdim? Ağlım hardaydı? Nəticəni əvvəlcədən bilə-bilə niyə özümü bu işə salmışdım? Baba damda dayanıb mənə baxırdı. Onun üzərimdəki baxışları qızmar günəş şüası kimi yandırırdı. Bu hətta mənim kimi uğursuz üçün də çox böyük uğursuzluq olacaqdı. Bugün nəsə çərpələn uçurmaq istəmirəm, dedim. Gözəl gündür. Həsənin cavabı qısa idi. Ayağa qalxdım, gözümü evimizin damından çəkməyə çalışırdım. Bilmirəm, bəlkə evə getsək yaxşıdır. Onda o mənə yaxınlaşdı və alçaq səslə dediyi sözlərdən tüklərim biz-biz oldu. Əmrağa, unutma, əjdaha yoxdur. Sadəcə gözəl bir gün var. Bu necə olurdu? Mən onun beynindən nələr keçdiyini çox zaman bilməzdim. Amma onun üçün açıq kitab kimi idim. İkimizin arasında məktəbə gedən, oxuyub yazmağı bacaran, ağıllı olan mən idim. Həsən 1-ci sinifin oxu kitabını oxuya bilməzdi. Amma məni əməlli başda oxuyurdu. Adamın yanında onun nə etdiyini bilən birisinin olması bir tərəfdən də qorxulu idi. O bir tərəfdən də çox rahat. Əjdaha yoxdur. Bunu deyərkən səsimdəki rahatlıq özümü də təəccübləndirdi. O gülümsədi və təkrarladı. Əjdaha yoxdur. Əminsən? Gözümü yumub başı ilə təsdiqlədi. Küçə ilə bir-birinə qartopu tolazlaya qaçışan uşaqlara baxdım. Doğrudan da gözəl gündür, dedim. Gəl uçaq, Həsən çağırdı. Məhz onda mənə çatdı ki, ola bilsin Həsən bu yuxu məsələsini uydurmuşdu. Belə ola bilərdimi? Sonra qərar verdim ki, yox, ola bilməzdi. Həsən belə ağıllı deyildi. Bilmirəm, uydurma idi ya gerçək, bu axmaq yuxu mənim təlaşımın bir hissəsini aparmışdı. Bəlkə doğrudan da mən köynəyimi çıxarıb suya baş vursam yaxşıdır. Niyə də yox? Uçaq, dedim. Həsənin üzü işıqlandı. Əla, dedi. Bizim kənarları sarı, özü qırmızı olan çərpələngimizin ortasında, çarpaz dirəyi olan yerdə Seyfonun özünə məxsus imzası var idi. Həsən barmağını ağzında isladıb yuxarı qaldırdı. Küləyin istiqamətini müəyyənləşdirib o tərəfə qaçmağa başladı. Çərpələngi yayda uçuranda Həsən küləyin yönünü öyrənmək üçün ovucunu toz alıb əlini açardı. Toz hansı tərəfə uçsa, deməli külək də o tərəfə əsirdi. Həsən təqribən 20 metr aralıda dayanana qədər əlindəki kələf fırlandı. Qızıl medalını göstərən olimpiya çempionu kimi çərpələngi yuxarı qaldırdı. Mənsə ipi 2 dəfə dartıb ona işarə verirdim. Və Həsən çərpələngi göyə atdı. Baba ilə məktəbdəki mollaların təzadlı fikirləri arasında qaldığımdan mən Allaha münasibətimi müəyyənləşdirə bilmirdim. Amma dinşünaslıq dərsində bizə öyrədilən ayə indi dilimin ucunda fırlanırdı və mən pıçıltı ilə onu sona qədər oxuyurdum. Dərindən nəfəs aldım. Nəfəs verdim və ipi çəkdim. Bir dəqiqə sonra mənim çərpələngim xəfif xışıltı ilə göyə qalxdı. Həsən əl çaldı, fit verdi və geriyə mənim yanıma qaçdı. Mən ipi çəkərək kələfi ona verdim, o da boşalmış ipi sürətlə kələfə doladı. 20-dən artıq çərpələng ova çıxmış köpək balıqları kimi göydə üzürdü. Bir saatin içində onların sayı 2 dəfə artmışdı və qırmızı, mavi, sarı çərpələnglərin bəzisi üz aşağı gedir, bəzisi isə səmada fırlanırdı. Soyuq meh dillərimi havalandırırdı. Çərpələng uçurmaq üçün ideal hava idi. Küləyin gücü çərpələngi qaldırmaq, onu aparmaq üçün kifayət edirdi. Yanımda dayanmış Həsənin kələfi tutan əlləri artıq qan içində idi. Tezliklə çərpələnglərin yolunu kəsmə başladı və ilk məğlublar nəzarətsiz halda göydə fırlana qaldı. Onlar göydən ulduzlar kimi brilyant quyruqları dalğalana sanki aşağıdakı həyətlərdə yarışan uşaqlara bəxşişlər yağdıraraq inirdilər. İndi qənimətləri ələ keçirmək üçün qaçışan uşaqların ayaq səsləri eşidilirdi. Kimsə 2 küçə aşağıda düşən davanın xəbərini çatdırırdı. Hərdən bir Rəhim xanla birgə evimizin damında oturan babama göz atıb, onun nə düşündüyünü tapmağa çalışırdım. Görəsən mənə azarkeşlik edirdimi, yoxsa qəlbinin bir parçası mənim məğlubiyyətimdən ləzzət almaq istəyirdi. Çərpələng uçuranda elə belə olur. Çərpələng o tərəf bu tərəfə süzdükcə sənin fikirlərin də eyni dolan bacıları keçir.
Hər tərəfdən çərpələnglər üzü aşağı gəlirdi. Çərpələngim hələ də uçur. Mən isə babanın yün köynəyindən gözümü çəkə bilmirdim. Görəsən o mənim havada bu qədər qalmağıma təəccüblənmişdimi? Amma gözlərini göyə dikməsən, uçuşun çox çəkməz. Diqqətimi yenə səmaya yönəltdim. Qırmızı çərpələng mənimkinə hücum çəkirdi. Vaxtında yaxaladım onu. Onu biraz dolaşdırdım və rəqibim səbirsizlənib mənim çərpələngimi aşağıdan kəsmək istəyəndə onun axırına çıxdım. Yarışçılar ələ keçirdikləri məğlub çərpələnglərlə küçələrdə aşağı-yuxarı qaçırdılar. Onlar başları üstündə fəxrlə gəzdirdikləri qənimətləri valideynlərinə, dostlarına göstərmək istəyirdilər. Amma hamısı bilirdi ki, ən yaxşı qənimət hələ qabaqdadır. Ən böyük mükafat hələ də göydə idi. Mən iplə şəhadət barmağımda daha bir kəsiklə nəticələnən manevr edib, ağ quyruqlu sarı çərpələngdən bir parça kəsdim. Qan süzülüb ovucuma axırdı. İpi Həsənə verib barmağımdan qanı sordum və yaralı barmağımı cins şalvarıma bastım. Növbəti saat ərzində salamat qalan çərpələnglərin sayı 50-dən təqribən 10-a inmişdi. Deməli, mən son 10-luqda idim. Bilirdim ki, yarışın bu hissəsi biraz uzun çəkirdi. Çünki sona qalan uşaqlar ən güclü yarışçılar idi və onlar Həsənin sevimli tələsi olan qaldır-daldır manevrinə aldanmayacaqdılar. Günorta saat 3-ə yaxın buludlar göy üzündə görünməyə başladı və günəş yavaş-yavaş onların arxasında gizləndi. Kölgəli vaxt uzanmağa başlayırdı. Damlarda oturan tamaşaçılar şərf və qalın paltorlara bürünmüşdülər. Biz artıq 6 yarışçı qalmışdıq və mən hələ də uçurdum. Ayaqlarım ağrıyır, boynum qurumuşdu. Amma hər məğlub çərpələng ümidimi artırırdı. Ümid dənələri divarın üzərinə yığılan qar dənələri kimi getdikcə topaya çevrilirdi. Gözüm son bir saat ərzində hamını darmadağın edən mavi çərpələngdə qalmışdı. Neçəsini kəsib, deyə soruşdum. Mən 11-ini saydım, Həsən cavab verdi. Səncə kiminkidir? Həsən cavab əvəzinə mırçıldadı. Bu onun sevimli jesti idi. Xəbərim yoxdur demək idi. Mavi çərpələng böyük bənövşəyi çərpələngi parçalayıb göydə 2 böyük dairə vururdu. 10 dəqiqə sonra o daha 2 çərpələngi kəsib aşağıda qənimət gözləyən yarışçıları qaça-qaça saldı. Yarım saat sonra göydə qalanların sayı 4 idi və mən hələ də uçurdum. Mənim səhv etməm mümkün deyildi. Küləyin hər mehi də sanki mənim üçün əsirdi. Heç zaman belə arxayın, belə uğurlu olmamışdım. Artıq dama baxmağa ürək eləmirdim. Gözümü göydən çəkə bilməzdim. Diqqət kəsilməli, ağıl işlətməliydim. Daha 15 dəqiqə keçdi və nəhayət mən gülüş doğuran o yuxu gerçəyə çevirdi. Göydə mən və o qalmışdıq. Mavi çərpələng. Yerdə əsəblər lap elə mənim qanlı əllərimdəki ip kimi son həddə qədər gərilmişdi. Adamlar təpik döyür, əl çalır, fit verir və babareş, kəs onu deyə qışqırırdılar. Görəsən onların arasında babanın da səsi var idimi? Musiqi səsi aləmi başına götürmüşdü. Damlardan və açıq qapılardan buxarda yüşən mantı və pakoranın ətri ətrafa yayılmışdı. Amma eşitdiyim ya da eşitməyə cəhd etdiyim yalnız qanın beynimdəki hərəkəti idi. Gördüyüm yalnız mavi çərpələng. Burnumda yalnız qələbə qoxusu var idi. Qurtuluş, yenidən doğulma. Əgər baban yanılırdısa və məktəbdə söylədikləri kimi Allah varsa o mənim qalib gəlməmə imkan verəcək. Mən bilmirəm rəqibimin nə uğrunda yarışırdı. Bəlkə də sadəcə lovğalanmaq üçün. Amma mənim üçün bu son şans idi. Bu şansı qazansam təkcə görülən yox, həm də baxılan, təkcə eşidilən yox, həm də qulaq asılan birinə çevriləcəkdim. Allah varsa o küləyi elə yönəldəcəkdi ki, mənim üçün əssin. Külək də elə əsəcəkdi ki, ipin bir dartımı ilə mən həsrətimə, ağrıma son qoya bilim. Mən artıq bura qədər gəlmişdim. Bura qədər salamat qala bilmişdim. İndi birdən-birə ümid gerçəkliyə çevrilmişdi. Mən artıq ümid etmirdim. Mən bilirdim. Bilirdim ki, udacağam. Tez ya geç. Amma bunu çox gözləmək lazım gəlmədi. Küləyin növbəti dalğası ilə çərpələngim yuxarı qalxdı və mən üstünlük qazandım. İpi biraz buraxıb sonra geri çəkdim. Çərpələngimin mavi rəqibin düz üstünə yerləşdirmişdim. Mövqe tutdum. Mavi çərpələng başının dərddə olduğunu bilirdi. Manevr edib düşdüyü tələdən çıxmaq üçün əbəs səylər göstərirdi. Ona o imkanı vermədim. Mövqeyimi möhkəmlətdim. Aşağıda
Kütüklər artıq onun yaxınlaşdığını hiss etmişdi. Kəs onu şüarları get-gedə daha da ucalırdı. Sanki Romalılar qladiatora rəqibinin axırına çıxması üçün öldür deyə fitva verirdi. Az qalıb Əmir ağa, az qalıb. Həsənin ürəyi az qala ağzından hoppanıb düşəcəkdi. Nəhayət məqam gəldi və mən gözümü yumub ipi bir balaca boşaltdım. Kələfdən açılan şüşəli ip barmaqlarımı yenə də kəsdi və külək yaranın üstündən keçib içimi gizildətdi. Sonra isə nə baş verdiyini anlamaq üçün adamların bağırtısını eşitməyimə ehtiyac yox idi. Baxmaq da lazım değildi. Həsən qışqıraraq qollarını boynuma dolamışdı. Bravo! Bravo Əmir ağa! Gözlərimi açanda mavi çərpələngin şütüyan maşından açılan təkər kimi sürətlə fırlanaraq yerə indiyini gördüm. Gözlərimi qırpdım. Nəsə demək istədim. Bir söz də çıxmadı. Mən birdən-birə qanadlanmışdım. Özümə yuxarıdan baxırdım. Aşağıda qara dəri gödəkçə və qırmızı şərf geyinmiş, arıq, bəlkə də sısqa 12 yaşına görə balaca boy bir oğlan var idi. Ensiz çiyinləri və açıq qəhvəyi gözlərinin altında güclə seziləcək kölgə var idi. Meh onun açıq qəhvəyi saçlarını qarışdırmışdı. Oğlan gözlərini yuxarı qaldırdı və biz bir-birimizə baxıb gülümsədik. Sonra mən də qışqırmağa başladım. Həyatın bütün rənglər və səsləri yerində idi. Hər şey canlı, hər şey əla idi. Mən boş əlimlə Həsəni qucaqladım. Biz gülə-gülə, qışqıra-qışqıra hoppanıb düşürdük. Sən qalib gəldin Əmir ağa, sən qalib gəldin. Biz utduq deyə bildiyim ancaq bu idi. Bu yəqin ki nağıl idi. Bir an sonra mən gözümü yumub açanda bu yuxu bitəcək, mən yatağımdan qalxıb yenə də mətbəxə gedəcək və yenə də Həsəndən başqa danışmağa adam tapmayacaqdım. Geyinəcək, babanı gözləyəcək, sonra bundan da yorulub yatacaqdım. Yenə köhnə həyat. Sonra mən babanı gördüm. O damın lap kənarında dayanıb, hər iki yumruğunu qələbə jesti ilə yuxarı qaldırmışdı. O qışqırır və əl çalırdı. Bax həmin an. Babanın damında dayanıb nəhayət ki mənimlə fəxr etməsini görmək 12 illik həyatımın yeganə möhtəşəm məqamı idi. Amma o indi başqa nə hiss edirdi. Əli ilə bizə təcili nəsə işarə verirdi. Nəhayət ki anladım. Həsən biz, o bilirəm dedi və qollarının arasından çıxdı. İnşallah sonra bayram edərik. İndi isə mən o mavi çərpələngi sənin üçün uçuracam. Bunu deyib Həsən kələfi yerə atdı və yerindən götürüldü. O qaçdıqca açıq yaşlı rəngli çapanın ətəkləri ardınca qarı süpürürdü. Həsən deyə çağırdım. Çərpələngi gətir. Rezin çəkmələri ilə qarı kürüyərək qaçan Həsən artıq küçənin başına çatmışdı. Döngənin başında dayandı, mənə tərəf çevrildi. Daha yaxşı eşidilmək üçün əllərini ağzına tutub səndən ötürü min yol dedi. Sonra o yalnız özünə məxsus təbəssümlə gülümsəyib döngəyə buruldu. Mən onun bax beləcə qorxusuz təbəssümünü bir də yalnız 26 il sonra solmuş polaroid şəklində gördüm. Adamları təbrik etmək üçün mənə tərəf qaçdığını görüb çərpələngimi geri çəkməyə başladım. Əllərimi sıxıb təşəkkür elədim. Balaca uşaqlar mənə heyranlıq dolu nəzərinə baxırdılar. Mən qəhrəman idim axı. Əllər kürəyimdə şappıldayır, saçlarımı qarışdırırdı. Mən ipi çəkə-çəkə hamının təbrikine cavab olaraq gülümsəyirdim. Amma fikrim mavi çərpələngin yanındaydı. Nəhayət ki öz çərpələngimi çəkib gətirdim. Yerə atdığım ipi kələfə doladım. Daha bir neçə nəfərin əlini sıxdım və evə yönəldim. Mən üstü işləməli dəmir darvazaya çatanda Əli məni orada gözləyirdi. Əllərini dəmir arı kəsmədən çıxarıb məni salamladı. Təbriklər, dedi. Çərpələnglə kələfi ona verib əlini sıxdım. Təşəkkür Əlican, mən sənin üçün dua edirdim. Onda dualarına davam elə, biz hələ qurtarmamışıq. Bunu deyib yenidən küçəyə qaçdım. Əlidən babanı soruşmadım. Onu hələ görmək istəmirdim. Başımda artıq hazır plan var idi. Mən qəhrəman kimi qanlı əllərimlə qənimətlə girəcəkdim evə. Bütün başlar mənə tərəf çevriləcək, nəzərlər üzərimdə düyünlənəcəkdi. Rüstəmlə Söhrab bir-birini başdan ayağa süzəcəkdi. Dramatik sükut çökəcəkdi. Sonra isə qocaman döyüşçü cavan qəhrəmanı tərəf addımlayaraq onun dəyərli olduğunu etiraf edəcəkdi. Bəraət, qurtuluş, yeni həyat. Sonra
Sonra xoşbəxt yaşayacaqdılar. Əlbəttə ki, daha nə? Vəzir Əkbər xan qəsəbəsində küçələr nömrələnmişdi və şəbəkə kimi bir-biri ilə düz bucaq altında kəsişirdi. Bu yeni rayon idi və hələ inkişafda idi. Hər küçədə 4 metrlik hasarlarla örtülmüş həyətlər arasında boş torpaq sahələri və tikintisi bitməmiş evlər var idi. Mən küçələri aşağı-yuxarı qaçıb Həsəni axtarırdım. Hər yerdə bayram gününün sonunda qatlama stollarını, piknik ləvazimatını və süfrələrini yığışdıran adamları görmək olardı. Bəziləri hələ də öz damlarından qışqırıb məni təbrik edirdilər. Bizimkindən 4 küçə cənubda babanın dostu olan bir mühəndisin oğlu Öməri gördüm. O, qardaşı ilə birgə evlərinin qarşısındakı çəmənlikdə futbol topu ilə çiləmə oynayırdı. Ömər yaxşı oğlan idi. Biz 4-cü sinifi birgə oxumuşduq və bir dəfə o mənə mürəkkəbli qələm vermişdi. Eşitdim, qalib gəlmisən Əmir, dedi. Təbriklər. Çox sağ ol, Həsəni görməmsən. Sənin Həzəran? Başımla təsdiqlədim. Ömər topu qardaşına ötürdü. Eşitmişim, o da qəşəng çərpələng uçurur. Qardaşı başı ilə topu yenidən Ömərə ötürdü. Ömər topu tutdu və yuxarı aşağı çiləməyə başladı. Həmişə fikirləşirəm ki, o bunu necə bacarır? Yəni, balaca gözləri ilə o necə görür? Ömərin qardaşı hırıldadı və topu geri istədi. Ömər məhəl qoymadı. Görmürsən onu? Ömər çiyninin üzərindən barmağı ilə geriyə, cənub-qərbə göstərdi. Xeyli əvvəl bazar tərəfə qaçan gördüm. Sağ ol, deyib qaçdım. Bazara yaxınlaşanda günəş demək olar ki, təpələrin arasında gizlənmişdi. Alatoranda səma qırmızı və bənövşəyi rənglərə boyanmışdı. Bir neçə məhəllə aralıda Hacı Yaqub məscidindən gələn azan səsi dindarları fərşlərini açıb üz qibləyə dayanmağı səsləyirdi. Həsən gündə 5 vaxt namazını heç qaçırmazdı. Hətta biz həyətdə oynayanda da üzr istəyər, quyudan su çəkib əl-üzünü yuyar və daxmaya girərdi. 5 dəqiqə sonra o təbəssümlə çölə çıxanda məni ya divar dibində oturmuş, ya da ağacdan sallanan görərdi. Bugün isə o namaza gecikəcəkdi. Məndən ötürü. Bazar sürətlə boşalır, tacirlər günün son alverini edirdilər. Adamların arasından sivşə-sivşə özümü təzə kəsilmiş kəklikdən kalkulyatora qədər hər şeyin satıldığı palçıqlı bir sıraya saldım. Seyrələn kütlənin içində cındırından cin ürkən axsaq dirənçilərdən tutmuş, bürmələnmiş fərşlərini çiyinlərində daşıyan tacirlərə, pal-paltar alverçiləri və dükanlarını bağlayan qəssablara qədər hər cür adam vardı. Həsənin isə izi tozu görünmürdü. Quru meyvə satılan piştaxtanın yanında dayanıb şam tomu, kişmiş dolu səbətləri qatırına yükləyən başı mavi əmmaməli satıcıya Həsəni təsvir etməyə başladım. Kişi bir xeyli üzümə baxıb, deyəsən görmüşəm, dedi. Hara getdi? Kişi məni başdan ayağa süzüb sordu. Sənin kimi bir uşaq günün bu vaxt niyə burada bir Həzərini axtarmaqla məşğuldur? Əynimdəki qara dəri gödəkçəni və bizim kovboy şalvarı adlandırdığımız cinsimi müştəri gözü ilə süzürdü. Əfqanistanda Amerika malına və xüsusilə də bu mal second hand geyilmiş mallar mağazasından deyildisə, sahib olmaq zənginlik əlaməti idi. Mən onu tapmalıyam, ağa. Nə indi sənin? Soruşdu. Onun sualının məntiqini başa düşmürdüm. Amma anlayırdım ki, səbirsizlik etməklə ondan cavabı daha tez ala bilməyəcəm. Qulluqçumuzun oğludur. Qoca çal qaşlarını qaldırdı. Doğrudan? Bəxtəvər Həzara, gör nə qayıq keş sahibi var. Onun atası gərək dizini atsın yerə, kirpiyi ilə sənin ayağının altının tozunu təmizləsin. Deyəcəksiniz ya yox? O qatırın belindəki əlini qaldırıb cənuba doğru göstərdi. Məncə sənin təsvir elədiyin oğlan bu tərəfə getdi. Əlində çərpələng də var idi. Mavi çərpələng. Doğrudan? Deməkdən özümü saxlaya bilmədim. Həsən axı demişdi, səndən ötürü min yol. Afərin Həsən. Etibarlı Həsən. O vədini yerinə yetirib solunca çərpələngi mənim üçün götürmüşdü. Amma indi onu yəqin tutarlar. Fısıldaya-fısıldaya növbəti yeşiyi qatıra yükləyən qoca satıcı əlavə etdi. Kim? O biri uşaqlar, dedi. Onun dalınca qaçanlar. Onlar sənin kimi geyinmişlər. Kişi göyə baxıb ah çəkdi. İndi isə qaç. Sənə görə namaza gecikəcəm. Amma mən artıq sıranın o başındaydım. Daha bir neçə dəqiqə bazarda boş-boş fırlandım. Bəlkə qoca baqqal səhv edib. Amma o mavi çərpələngi də görmüşdü. Həmin çərpələngi əlimdə eksəydi, başım düymə olar ki, hər cərgəyə, hər dükana soxub səni axtarardım.
Yox idi. Artıq qaranlığın mən Həsəni tapmadan düşəcəyindən narahat olmağa başlamışdım ki, qarşıdan səslər eşitdim. Artıq aralıdakı palçıqlı yola gəlib çıxmışdım. Bu yol bazarı tən yarıya bölən küçə ilə kəsişirdi. Təkərlərin xışladığı yola dönüb qulaq verdim. Çəkmələrim hər addımımı palçığa batırır. Nəfəsim şaxtada ağ duman buraxırdı. Dar cığıra paralel yazda bulaq suyu, indi isə qarla dolu dərə vardı. O bir yanımda gil daxmaların arasında sıralanmış küknar ağacları ucalırdı. Budaqları qarın ağırlığından əyilmiş, küknarların arxasından evlərin arasının arxasındakı dar dalanlar görünürdü. Yenə səslər eşitdim. Bu dəfə daha ucadan, dalanlardan birindən gəlirdi. Cığırın ağzına yaxınlaşdım. Nəfəsimi qısıb küncə sıxıldım. Həsən dalanın sonunda müdafiə pozasında durmuşdu. Yumruqlar düyünlənmiş, ayaqları azca aralı idi. Onun arxasında metal və çınqılyığının üstündə mavi çərpələng vardı. Babanın qəlbinin açarı həmin o çərpələng idi. 3 oğlan Həsənin dalandan çıxmasına mane olurdu. Bu, Davud xanın çevrilişindən bir gün sonra. Həsənin öz sapandı ilə bizi xilas etdiyi gün təpədəki hadisənin iştirakçıları idi. Vəli bir tərəfdə, Kamal o bir tərəfdə dayanmışdı. Asif isə ortada idi. Mən bədənimin qıcandığını hiss elədim. Soyuq tər kürəyimdən süzülməyə başladı. Asif çox arxayın dayanmışdı. Əlində dəmir 5 barmağını oynadırdı. O bir iki oğlan isə əsəbi halda ağırlığını bir ayağından digər o birini aşırır. Gah Asifə, gah Həsənə elə baxırdılar ki, sanki yalnız Asifin ram edə biləcəyi vəhşi bir heyvanı küncə qısmışdılar. Hə, Həzara, sapandın hanı? Asif əlindəki 5 barmağı fırlada danışırdı. Mənə dediyin nə idi? Məni tək göz Asif deyə çağıracaqdılar. Yaxşı demişdin. Hazır cavablıq eləmişdin. Əlində hazır silah olanda hazır cavab olmaq asandır. Bir də anladım ki, bayaqdan nəfəsim alandan bəri hələ də buraxmamışam. Yavaşca sakitcə nəfəs verdim. Sanki iflic olmuşdum. Onların uşaqlıq dostuma, dovşan dodağı ilə gözümün ilk xatirəsi olan bu oğlana hücum etməsini seyr edirdim. Amma bugün sənin bəxtin gətirib Həzara. Asif çox güman ki, danışdıqca irişirdi. Arxası mənə tərəf olsa da irişdiyinə əmin idim. Mən bugün bağışlamağa meyilliyəm. Buna nə deyirsiniz uşaqlar? Sən çox lütfkarsan, Kamal dilləndi. Xüsusilə də onun bizə keçən dəfə kobudluq eləməsini nəzərə alsaq, çox lütf edirsən. O da Asif kimi danışmaq istəyirdi, amma səsi titrəyirdi. Sonra mən anladım. O Həsəndən yox, Asifin beynindəki planlardan qorxurdu. Asif əli ilə onun sözünü kəsib, bəxşida, əfv olundu. Bu söhbət bitdi. Bunu deyib Asif sözünə daha asta səslə davam elədi. Əlbəttə ki, bu dünyada heç nə var deyil. Və mənim əfvimin də balaca bir əvəzi var. Bax, bu ədalətli olar, Kamal dedi. Və heç nə havaya olmur. Vəli əlavə etdi. Bəxtəvərsən, Həzara, deyib Asif Həsəni doğru bir addım atdı. Çünki bugün mənim bağışlanmağımın əvəzi o mavi çərpələngdir. Yaxşı sövdələşmədi də, elə deyil uşaqlar. Lap əla sövdələşmədi, Kamal cavab verdi. Qorxunun Həsənin gözlərinə çöktüyü hətta mən durduğum yerdən də görünürdü. Amma o başını buladı. Əmir ağa yarışıdır və mən bu çərpələngi onun üçün tutmuşam. Hər şey ədalətlə olub. Bu onun çərpələngidir. Sədaqətli Həzara, it kimi sədaqətlidir. Asif dinləndi. Kamalın gülüşü daha çox əsəbi qışqırığa bənzəyirdi. Amma özünü onun üçün qurban verməzdən əvvəl bir düşün. O da sənin üçün eynisini edərdi mi? Heç düşünmüsənmi, niyə o heç vaxt səni qonaqları ilə oyunlarına qatmır? Niyə səninlə başqa heç kim olmayanda oynayır? Bax, Həzara, istəyirsən niyəsini mən deyim. Çünki ondan ötürü sən eybəcər, ev küçüyü kimi bir şeysən. Darıxanda səninlə oynar, bezdirəndə bir təpik vurar, özünü aldatmaq ki, güya sənin də onun üçün bir dəyərin var. Əmir ağa ilə mən dostuq, dedi Həsən. Üz qıpqırmızı idi. Dost? Asif qəhqəhə çəkdi. Sən lap baxmaqsan ki, ay yazıq. Bir gün sən yuxudan ayılıb onun necə dost olduğunu görəcəksən. Bəsdi görək, kifayətdir. Çərpələngi ver. Həsən əyilib yerdən daş götürdü. Asif diksindi. O geri addım atmaq istədi, amma dayandı. Axırıncı şansında Həzara. Həsən cavab əvəzinə əlindəki daş olan qolunu gətirdi.
Sən özün belə istədin. Bunu deyib Asif paltosunun düymələrini açdı. Soyundu. Yavaş və səliqəli hərəkətlə onu qatladı. Paltonu divarın dibinə qoydu. Mən ağzımı açıb az qala nəsə deyəcəkdim. Az qala. Bunu etmiş olsaydım sonraki həyatım tamamilə fərqli olacaqdı. Amma mən bunu etmədim. Sadəcə baxırdım. Donub qalmışdım. Asif əli ilə nəsə göstərdi və digər iki oğlan aralanıb yarım dairə yaratdılar. Həsən mühasirədə idi. Fikrimi dəyişdim, dedi Asif. Qoy çərpələng səndə qalsın. Onu saxlayıram ki, mənim indi başını açacağım oyunu görəndə səni ömrüm boyu xatırlatsın. Və o hücum elədi. Həsən daşı tolazladı, zərfə Asifin alnından dəymişdi. Ağırdan qışqıran Asif özünü Həsənin üstünə atıb onu yerə yıxdı. Vəli ilə Kamal da onun ardınca. Yumruğumu dişlədim, gözümü yumdum. Xatirə. Bilirdin ki, Həsənlə sən eyni ananın südünü əmmisən? Bunu bilirdin, Əmir ağa. Bu qadının adı Səkinə idi. O Bamiyandan idi. Ədalətli, mavi gözlü Həzarə idi. Sizə qədim bir toy mahnısı da oxuyardı. Deyirlər, eyni döşdən südənmiş uşaqlar qardaş olurlar. Bunu bilirdin. Daha bir xatirə. Adama bir rupi uşaqlar. Pulunuzu verin və mən həqiqət pərdəsini açım. Palçıq divarın dibində oturmuş qoca müştəri çağırır, onun kör gözləri bir cüt kraterin içine doldurulmuş gümüş ərintisini xatırladır. Söykəndiyi çubuğun üstünə süd dağı kimi əyilmiş qoca falçı əyri barmaqlarını sallaq, qırışlı yanaqlarını çəkir, sonra əlini pul üçün açır. Adam başı cəmi 1 rupiyə. Həqiqəti öyrənmək üçün bu nə puldur ki? Çox istəmirəm sizdən. Həsən pulu onun cod ovucunun içinə qoyur, mən də eyni şey edirəm. Bismillahirrahmanirrahim. Qoca falçı pıçıldamağa başlayır. O əvvəl Həsənin əlini götürür, buynuza bənzəyən dırnağı olan barmağı ilə onun ovucunda dairələr çizməyə başlayır. Sonra qocanın barmağı Həsənin üzünə yaxınlaşır. Yanağının cizgilərində, qulağının dolambaçlarına yavaş-yavaş gəzdikcə qurucuzluq səsi çıxarır. Qoca barmaqlarının döyənəkli uclarını Həsənin gözlərini sürtür. Əl yavaşlayır və dayanır. Qocanın üzünə kölgə çökür. Həsənlə mən bir-birimizin üstünə baxırıq. Qoca Həsənin əlini götürür və 1 rupini geri Həsənin ovucuna basır. Sonra mənə sarı dönür. Sən necə cavan dostum? Soruşur. Divarın o bir tərəfində xoruz banlayır. Qoca qolunu əlinə tərəf uzadır və mən əlimi çəkirəm. Yuxu. Çoğunda azmışam. Kürək vıyıldayır. Qar dənələrini düz gözümün içinə çırpır. Mən ləpələnən qar layları arasında səndirləyirəm. Köməyə çağırıram, amma qışqırtım küləyin içində batır. Yıxılıram və qarın üstündə özü qoyulu uzanıb ağır nəfəs alıram. Yavaş-yavaş ağ rəngin içində itirəm. Külək isə qulağımın dibində ağlamaqla davam edir. Qarın mənim ayaq izlərimi örtdüyünü görürəm. Beynimdən keçir ki, indi mən ruham. İndi mən də ruhlar kimi iz qoymuram. Yenə də qışqırıram. Qorxuram ki, izlərim kimi özüm də yoxa çıxaram. Amma bu dəfə uzaqdan bir cavab səsi eşidirəm. Əlimi gözümün qabağına tutub oturmağa çalışıram. Qar tozanağının ardından bir qaraltının tərpəndiyini görürəm. Kölgə mənə tanış gəlir. Yavaş-yavaş kölgə cismə çevrilir, əl uzadır. Mənə uzanan ovucunun içində 2 paralel kəsik yeri görürəm. Yaradan gələn qan qarın üstündə ləkə buraxır. Əlini tuturam və birdən-birə qar yoxa çıxır. Biz bir sahədə yaşıl alma rəngini çalan otun üstündə peyda oluruq. Pambıq kimi bulut parçaları başımızın üstündə üzür. Yuxarı baxıb göy üzünün yaşıl, sarı, qırmızı, narıncı çərpələnglərlə dolduğunu görürəm. Axşam günəşinin şüalarında bərq vururlar. Çınqıl və dəmir parçaları yerə səpələndi. Deşilmiş velosiped təkərləri, etiketi cırılmış şüşələr, cırıq jurnallar, saralmış qəzetlər, kərpiç və sement qalağının arasına töküldü. Böyründə yumru dəliyi olan paslanmış dəmir soba divara tərəf dığırlandı. Amma zibilliyin içində gözümü çəkmədiyim 2 şey vardı. Biri elə paslanmış sobanın dəyib dayandığı yerin yaxınlığında divarı sökədilmiş mavi çərpələng. O biri isə Həsənin qırıq kərpiç qalağının üstünə atılmış qəhvəyi velvet şalvarı idi. Nə bilim, Vəlinin səsi gəldi. Atam deyirdi ki, bu günahdır.
Səsindən tərəddüd, həyəcan və qorxu içində olduğu bilinirdi. Həsən sinəsi yerə yıxılmış vəziyyətdə uzanmışdı. Kamal ilə Vəli hərəsi onun bir qolunu burub dirsəylə elə əymişdi ki, əlləri belinə sıxılmışdı. Asif onların başının üstündə dayanıb yuxarıdan baxırdı. Ayaqqabısının dabanı Həsənin boynunu əzirdi. Atanın xəbəri olmayacaq. Asif Vəlini sakitləşdirməyə çalışırdı. Bir də ki, tərbiyəsiz eşşəyə dərs vermək necə günah ola bilər? Bilmirəm, Vəli mızıldandı. Özünü hazırla, deyib ki, Asif Kamala sarı döndü. Sən necə? Mən mi? Bilirsən? Həzəradır da. Asif təkid etsə də Kamal gözünü kənara dikmişdi. Yaxşı. Asif əlinə çırpdı. Siz acizlərdən istədiyim yalnız budur ki, onu yerdə saxlayasınız. Bunu bacararsınız heç olmasa. Vəli ilə Kamal başları ilə təsdiqlədilər. Sanki çiyinlərindən ağır yük götürülmüşdü. Asif Həsənin arxasında diz üstə çöküb əllərini Həsənin yanlarına qoydu. Onun çılpaq yanlarını qaldırdı. Bir əlini Həsənin arxasından çəkmədən o bir əli ilə öz şalvarının kəmərini açdı. Çin şalvarının zipini aşağı çəkdi. Alt paltarını aşağı saldı. Özünü Həsənin arxasına yerləşdirdi. Həsən müqavimət göstərmirdi. Ağlayıb sızlamırdı da. O başını azacıq yuxarı qaldırdı və mən bir anlığa onun üzünü gördüm. Üzündə mütilik vardı. Mən bu ifadəni əvvəl görmüşdüm. Bu qurbanlıq qoyun ifadəsi idi. Sabah İslam təqviminin sonuncu zilhiccənin onu Qurban bayramının ilk günüdür. İbrahim Peyğəmbərin öz oğluna Allah naminə az qala qurban kəsməsinə əfqanlar 3 gün bayram edirdilər. Atam da qurban kəsmək üçün öz əllərlə qara əyri qulaqları olan ağappaq bir qoyun seçmişdi. Həsən, Əli, baba, mən həyətdə dayanmışıq. Molla saqqalını sığallaya dua oxuyur, baba dodaqaltı deyinir. O bitib tükənməyən dua və ətin halal olması üçün keçirilən bu mərasimdən xoşlanmış kimi görünmür. Baba dinlə bağlı hər şeyi lağa qoyduğu kimi Qurban bayramı ilə bağlı əhvalatı da lağa qoyur. Amma o Qurban bayramı ilə bağlı ənənələrə hörmət edir. Adətə görə kəsilmiş ət 3 yerə bölünür. Biri ailə, biri dostlar, biri isə kasıblar üçün. Hər il baba ətin hamısını kasıblara paylatdırır. Deyir ki, varlılar artıq kifayət qədər piyləniblər. Molla duasını bitirir. Amin deyir. Uzun tiyəlib mətbəx bıçağını götürür. Adətə görə kəsilən heyvan bıçağı görməməlidir. Əli ona qənd yedirdi. Bu da bir başqa adətdir. Ölümü şirin satmaq üçün. Qoyun yüngülcə təpik atır, molla onun çənəsinin altından tutub bıçağı boğazına diriyir. Onun quzunun boğazını ustalıqla üzməsini. Bir an öncə mən qoyunun gözlərini görürəm. Sonra bu baxış həftələrlə yuxuma girəcək. Bilmirəm. Hər il bu mərasimə niyə baxıram? Sonra qoyunun qanı otun üstündə solub gedir. Kabuslar isə hələ uzun müddət yuxularımdan çəkilmir. Amma buna baxmayaraq həmişə baxıram. Baxıram ki, qoyunun gözlərindəki Tailə ilə barışma ifadəsini bir də görüm. Absurd təxəyyülün qoyunun baş verənləri anladığını deyir mənə. Təsəvvür edirəm ki, heyvan yaxınlaşan ölümün daha yüksək məqsəddə ötürü olduğunu anlayır. Bu ifadə mənə bunları deyir. Baş verənlərə daha baxmayıb, dalandan uzaqlaşıram. Biləyimdən aşağı isti bir maye süzülür. Göz atıb anlayıram ki, mən hələ də dişimi yumruğuma sıxmışam. Dişlərimin yerindən qan çıxıb süzülür. Başqa bir şeyi də anlayıram. Mən ağlayırdım. Döngənin o tərəfindəki dalanda isə Asifin get-gedə tezləşən ritmik hərəkətləri eşidilirdi. Qərar vermək üçün son şansım vardı. Bu kim olacağımı müəyyənləşdirmək üçün son imkan idi. Mən dalana girib başıma nə gəlirsə gəlsin Həsəni müdafiə edə bilərdim. Necə ki, o həmişə məni müdafiə etmişdi. Ya da qaçıb gedə bilərdim. Sonda qərar verdim və qaçdım. Qaçdım, çünki qorxaq idim. Mən Asifdən və onun başını aça biləcəyi oyundan qorxurdum. Qorxurdum ki, məni incidərlər. Həmin dalana. Həsənə arxamı çevirəndə özümə dediyim də elə bu idi. Özümü inandırmağa çalışdığım bu idi. Mən qorxuya can atırdım, çünki qaçıb getməyimin alternativ əsl səbəbi bu deyildi. Əslində Asif haqlı idi, heç nə havayı deyil. Bəlkə də Həsən də babanın qəlbini fəth etməkdən ötürü mənim ödədiyim əvəz kəsdiyim qurban idi. Deyərdimi? İçimdən baş qaldıran cavabı boğa bilmədim. Bir də ki, o vur tut bir Həzəraydı axı.
Gəldiyim yolla geri qaçırdım. Kimsəsizləşmiş bazarın içinə girdim. Özümü dükanların birinə salıb qıfıllı asma qapıya söykəndim. Orada təngnəfəs, təraxı daxılı düşünürdüm ki, kaş hər şey başqa cür olardı. 15 dəqiqə sonra mən adam səsi və qaçan oğlanın addımları eşitdim. Dükanın arxasından əyilib baxanda Asif və o bir ikisinin boş sıradan tələsik, amma gülə-gülə qaçdığını gördüm. Daha 10 dəqiqəni zorla gözləyib qarada doğru dərənin böyrü ilə uzanan təkər izlərlə xışlanmış yola qayıtdım. Tutqun işıqda gözümü qıyıb Həsənin yavaş-yavaş mənə tərəf gəldiyini gördüm. Ona dərənin yanında yarpaqsız toz ağacının yanında çatdım. Əlində mavi çərpələng var idi. Gözümə ilk dəyən o idi. Gözlərimlə çərpələngin üzərində cırıq yerlərini yoxladığımı desəm, yalan olar. Həsənin çapanının ön tərəfi palçığa batmış, köynəyinin ayaxalığı cırılmışdı. O dayandı. Ayaqlarının üstündə sanki indi yıxılacaqmış kimi səndirlədi. Sonra ayağa qalxıb çərpələngi mənə verdi. Hardaydın? Sən axtarım səhərdən. Sözlər dilimdən daş kimi asılmışdı. Həsən paltarının qolunu üzünə sürtüb, göz yaşlarını və burnunun selini sildi. Mən onun nəsə deməyini gözlədim. Amma biz sona çatmaqda olan günün getdikcə azalan işığında eləcə sürküt içində dayanmışdıq. Qürub çağının Həsənin üzünə düşən, mənimsə özümü gizlədən kölgəsinə minnətdar idim. Yaxşı ki, onun baxışına cavab verməli deyildim. Görəsən bildiyimi bilirdimi? Bilirdisə onun gözünün içinə baxsam nə görəcəkdim? İttiham, qəzəb. Ya aman Allah, ən qorxduğumu, səmimi pərəstişi görəcəkdim. Buna tab gətirə bilməzdim. O nəsə deməyə çalışdı, səsi qırıldı. Ağzını bağladı, açdı, yenə bağladı. Bir addım geri atdı, üzünü sildi. Bu Həsənlə mənim həmin dalanda baş verənlər haqqında danışmağa ən yaxın olduğumuz an idi. Mən qorxdum ki, indi o hönkürtü ilə ağlayacaq, amma o bunu etmədi. Və mən özümü sanki onun səsinin qırılmasını eşitməmiş kimi apardım. Sanki onun şalvarının arxasındakı tünd ləkəni də görməmiş, ayaqlarının arasında sünüb qarda tünd ləkə buraxan damcıları da sezməmişdim. Ağa sahib narahat olacaq, dedi ancaq bu oldu. O səntirləyə-səntirləyə məndən aralandı. Hər şey təsəvvür etdiyim kimi oldu. Mən tüstü ilə dolu kabinetin qapısını açıb içəri girdim. Baba ilə Rəhim xan çay içə-içə radiodan qırıq-qırıq səslənən xəbərlərə qulaq asırdılar. Başlarını çevirdilər və mən görərkən atamın dodağına təbəssüm peyda oldu. Qollarını açdım. Çərpələngi yeri qoyub onun güclü, tüklü qollarının arasına doğru qaçdım. Üzümü onun sinəsinin sinəsində gizlədib ağlamağa başladım. Baba məni özünə sıxıb yırğalamağa başladı. Onun qolları arasında etdiyim pisliyi unuda bilmişdim. Bu çox yaxşı idi.